Yaxşı. Başlayaq ölçü vahidlərinə. Gəl görək ilk öncə bax, mən belə bir sual verim ki, əvvəlcə biraz motivasiya edici sualdan başlayaq. Biz internet işlədirik evdə, Wi-Fi. Bəzən bizə internet vacib olduğu halda Wi-Fi bağlanır və yaxud da ki, müəyyən bir səbəblərdən işləmir. Biz bu zaman nə edə bilərik? Təcili kiməsə sənəd göndərməliyik internet vasitəsilə. Nə etməliyik telefondan? İnternet götürməliyik. İnternet götürməliyik. Yəni ölçü vahidi götürməliyik. Hansı interneti? Ölçü Megabayt. Ay sağ ol. Megabayt götürür. Deməli, megabayt bir ölçü vahidi. Ancaq biz bundan əlavə görək, ölçü vahidi dedikdə nə başa düşürük? Biz deyirik ki, informasiyanın kəmiyyətcə ölçülməsi üçün ən kiçik bir ölçü vahidi var və həmin ən kiçik ölçü vahidi bitdir. Bit yazırıq. Bu adlanır. Binari digit adlanır. İngilis dilində yəni ikili rəqəm sözündən götürülüb binari digit adlanır və kompüterin daxilində elektrik siqnalları iki vəziyyətdə ola bilər. Siqnal var, yəni gərginlik var və siqnal yoxdur, gərginlik yoxdur. Və biz deyirik ki, kompüter bütün məlumatları ikili kodlarla kodlaşdırır. Yəni o onu elə bil ki, ikili kod hansıdır? 0 və 1. 0 və 1-lər şəklində qəbul edir o məlumatları. Məhz bu səbəbdən də kompüter öz işində ikilik məntiqdən istifadə eləyir. Və biz deyirik ki, müasir kompüterlərin klaviaturasında olan simvolların ikilik kodlarla verilməsi üçün bizə 7 bit kifayət edir. 1 bit isə 1 bayt, demək 8 bit 1 bayta bərabərdir. İndi bunları ölçü vahidlərini keçdikcə biləcəyik ki, 8 bit 1 bayt 8 bitdir. Məsələn, 2 simvolun 2 baytda eləyəcək 16 bit. ASCII Unicode standartları ayrılır. Bunları biləcək. Gəl ilk öncə ölçü vahidlərini yazın. Bit, bayt, kilobayt, sonra gələcək megabayt, sonra gəlir gigabayt, gigabayt, sonra gəlir terabayt. Əslində var, davam eləyir. Petabayt da var, terabayt. Petabayt da var əslində, sadəcə çox istifadə olunmur sizdə. Petabayt. İndi gələk bunlar arasında keçidlərə. Kompüterdə 1 bayt, yəni 8 bit maşın yarım sözü adlanır, elmi dildə desək. 2 bayt və ya 16 bit bir maşın sözü. 4 bayt və ya 32 bit 2 qat söz. 8 bayt və ya 64 bit 4 qat söz adlanır. Bunlar maşın sözü ilə gedir birlikdə. İndi gəl bu ölçülərdə biz keçidlərə baxaq. Dedik 1 bayt neçə bitdir? 8. 2-nin qüvvətləri bu yerdə sən əzbər bilməlisən. 1 bayt 8 bitə bərabərdir. 1 kilobayt 1024 bayta bərabərdir. 1 megabayt 1024 kilobayta bərabərdir. 1 gigabayt, 1 megabayt 1024 kilobayt, 1 gigabayt 1024 megabayta bərabərdir. 1 terabayt 1024 gigabayta bərabərdir. 1 petabayt da 1024 terabayt. Terabaytın. Ne deyə bilərsən, ay müəllimə, nə oldu ki, hamısı 210, 210? Xeyr. Sadəcə hissəli keçiddə də bu 210-lar. Desəm ki, 1 bayt neçə bitdir? Baytdan bit arası nədir? 203. Deməli, 1 baytım 8 bitdir. Desəm 1 kilobayt neçə baytdır? Kilobaytla bayt arası qatar yolu sanki. 1 yol var. Deməli, 210 yəni 1024. 210 da 1024 deməkdir. 1024 baytdır. Amma desəm ki, 1 megabayt neçə baytdır? Baxarsan megabaytla bayt arası. Kilobayt. Yox, bayta deyirəm. 1 megabayt neçə baytdır?
1 megabayt, onda Ha. 1024'lər, 2 dənə 1024. Aysa 1024. Yəni belə deyək də 210 vurulsun 210. Bəli. Yəni 2 üstü əsaslar endüslər toplanır. 220 bayta bərabərdir. 1 megabayt görsən dəyişdi. 220 bayta bərabər oldu. Bu belə. Deyirəm ki, misal üçün 3 megabayt neçə kilobaytdır? Bu deyirsən ki, 3 megabaytda keçmək üçün neçə kilobaytdır deyiriksə, 3-ü vuracam nəyə? 1024-ə. Yəni 1024. 3072. Bəs desəm ki, 2 megabayt neçə kilobaytdır? Yox. Neçə baytdır? Artıq baxıram mega ilə bayt arasında 2 qatar yolu var. Yəni 2 1024'ün vur əlində olsun var 200. zaten. 10 vurulsun 210. Yəni 1024 vurulsun 1024. Aydın bu Bəli. 2'ni de vururam. Ha. O deyir 2 Bəli. vurulsun 2 üstü 10 ilə 10 20. Bu da mənə nə verir? 2 üstü 21. Aydın Bəli. oldu. Sonra indi ölçü variantına keçirik. Deyirəm ki 3 üstü 20 bayt. 3 yox, 2 üstü. Misal üçün 2 üstü 20 bayt. Neçə megabayt? Burada deyə bilərsən ki, baytla megabayt arasında 2 pilləkən var. Yəni 210 vurulsun 210, 220. Sən də burada deyə bilərsən ki, müəllimə 220 vurulsun 220, 240. Elə başa düşərsən? Yoxsa? Bəli. Amma burada bir nüans var. Dedim ən kiçik ölçü vaydım hansıdır? Dedik bit. Bəli. Ən böyük ölçü vaydım petabayt. İndi bu ardıcılıqdan götürəndə. Kiçikdən böyüyə bölürük. Bunu KBB'ni bax kabab sözü ilə yadında saxla. Asan olsun da. Kabab. Yəni kiçikdən böyüyə böl. BKB'ni böyükdən kiçiyə keçəndə vur. Bunu da bakalavr sözü ilə yadında saxla. Ki asan yadda qalsın. Başa düşdünmü? İşlədikcə mənim şagirdlərim həmişə belə başa düşürlər. Aydındır? İndi bu bakalavr Bəli. sözünün özünü verdim. Ha BKV. Bakalavr. BKV buna görə. Bəli. Böyükdən kiçiyə vur. İndi gəlirəm mən sənə nə demişəm qızım? Baytı. Bayt böyükdür yoxsa kiçikdir megabaytdan? Bayt megabaytdan kiçik. Bəli. Kiçikdən böyüyə neynirəm dedim. Bölürük. Bölürəm. 220'ni. Ya göreyim megabaytla bayt arası neçə yol var? 220. Aa, deməli böləcəm 220. Bir qalar. Bu deyil 1 megabayt. Bəli. Sonra indi deyirəm ki 2 üstü 20 bit neçə kilobayt? Bax. 20 demeyeyim. Ha 20 bit. 20 bit. 2 üstü 20 bit neçə kilobaytdır? Kilobaytdan bitə qədər şey, bir dənə 2 Bax. üstü 10'dur, bir dənə də 2 üstü 3'dür. Yəni 2 üstü Ay 13. sağ ol. Ay sağ ol. 20'ni Bitdə də böldük, 2 üstü kiçikdir. 13'ə. Bit də kiçikdir. Yox, 2 üstü 13 elədi də. Bitlə Bəli. kilobayt arası 2 üstü 13, 2 üstü 3, 2 üstü 10 elədi, 2 üstü 13. Bitdən kilobayta keçirəm. Kiçikdən böyüyə keçirəm. Neyniyəcəm? Kiçikdən böyüyə keçirəmsə vururam. Bax. K, B, B. Bölürəm. Nəyi? 2 üstü 20'nin 20'nin 2 üstü 13'ə. 13. Buradan mənə verəcək 2 üstü 7 bölmədə üstə çıxılır. 2 üstü 7 yəni 128 kilobayt. Bəli.
Düşdün. İndi gəl. Evet. Biraz da verəcəm. Bir müddət bunu qavrayana kimi. Deyirəm ki, vaxtın olsa bugün axşam da keçək də axşam çağına doğru. Olar mənimlə. Hə, testlərini işləyərik. Dərsin izahından sonra testlərini işləyərik. 2 üstü Mən 26 byte neçə megabaytdır? burada baytla megabaytın arasında elə bil 2 dənə 210 vardı. 220. Ay, sağ ol. 226-da bölü 220-yə. Bəli. Kiçikdən böyüyə keçdiyimizə görə bölürük. 6. 2 üstü Bəli. 20-yə. Bu da edir 2 üstü 6, yəni 64 megabayt. Aydın oldu sənə. İndi gəl tərsini edirəm. GB anlayışı. BKV-dən keçirəm. Deyirəm ki, Yəni 2 megabaytdan bitə bayta elə. ay sağ ol. Tutalım ki, 2 üstü 3 megabayt neçə kilobaytdır? Kilobayt, megabayt arasında 2 üstü 10 var da 2 üstü 3 burası 2 üstü 10. Ay sağ ol. Bu da eləyəcək 210 kilobayt. Şu. Yaxşı deyirəm ki, 2 üstü 6 kilobayt neçə bitdi? Kilobaytla bit arasında 2 üstü 13 qədər fərq var. Ay sağ Elə ol. bir ki 2 üstü 6-nı vuruq 2 üstü 13-ə. Ay sağ ol. O da mənə nə verəcək? 2 üstü 2 19 üstü bit. 19 Aydın oldu. Çətin deyil ki, keçidlər. ver. Bir balaca bəlkə də o gigabaytın 1/4, megabaytın 1/4 onlarda olacaq. Misal üçün sana deyirəm ki, 2 megabayt üzərinə gəlsin. Məsələn 200 kilobayt. Bəli. Santimetrin üstə metr gələ bilərsən. Xeyr. Xeyr. Gərək eyni ölçü vahidinə gətirəsən, eləmi? Bilmirəm. Bəli. Bəli. Metri keçsin. Megabayt Tam onda 2 metr kilobaytı üstəgəl 100. gətirəm ya 2 da metr üstəgəl kilobaytı 50 santı. megabaytı. Aysa megabayt keçəcəm deməli kilobaytı. 1 megabaytım 2 üstü 10. Yəni 1024 kilobaytdırsa 2 megabaytım 2-ni vururam 1024-ə. 2048. 2024, 2048, Digər plus küs. Bu da mənə nə verir? 2248. 2248. Misal üçün deyirəm ki 3 megabayt neçə bitdir? Neçə baytdır? Şey 220 fərq var da. 3 Aha. bıraq 220. Ay sağ ol. 220. Və sağ ol. Aydın oldu. Bəli. İnformasiyanın ölçü vahidi. Demək, informasiyanın ölçü vahidini baytdan götürürük. Baytdan. Çünki simvol götürəcəyini işlədikcə görəcəksən, simvol bayta bərabərdir. Bir simvolun bir baytdır. Amma ən kiçik ölçü vahidi deyəndə bit götürürük. Yaxşımı? İnformasiyanın ölçü vahidini biz baytlarla kodlaşdırıb, baytlarla qeyd edirik. Amma ən kiçik ölçü vahidi deyəndə biti götürürük. Binari diqet nə deməkdir? Bit. Bit. 1 kilobayt neçə baytdır? Bir dənə pilləkən var, 210. Haberdir. 210. 1 megabayt neçə baytdır? Megabaytla bayt arası 2 20. pilləkən var. 210, 210. Yəni kilobaytdan megabaytdan kilobayta, kilobaytdan da bayta. 220. 20. Deməli 1 megabayt 220 bayt. 1 Megabayt gigabayt neçə 230. baytdır? Yolları ölçürük 230. Terabayt olanda Terabayt 240. 240. Bəli. 230 230 gigabayt. nəyə bərabərdir? Nə dedik? 1 terabayta Gigabayt. və yaxud da ki, baytdan keçirik. Nəyə bərabər olacaq? Baytdan kilobayta keçək. 210 kilobayt. Baytdan megabayta keçin 220 megabayt. Baytdan Gigabayta keçəndə 230. 230 bayt nəyə bərabər? 1 gigabayta. Gigabaytdan bayta, Gigabayt. gigabaytdan megabayt, megabaytdan kilobayt, kilobaytdan bayt. Bəli, bəli. 223 bit nəyə bərabərdir? 23 biti nəyə keçirəm bundan? Bir dənə Bitdən pilləkən var bayta, arada. nətə? Megabayt, gigabayt.
Megabayta keçəndə nə olur? Bitdən megabayta keçəndə bitdən bayta 2 üstü 3. Baytdan kilobayta 2 üstü 10. Nədir? 2 üstü 13. Kilobaytdan da megabayta 2 üstü 23. Yəni 1 megabaytı var. 1 Aha. megabayt 2 üstü 23 bitə bərabərdir. Yani 1 kilobit neçə bayt? 1 kilobit neçə baytdır? Var. İndi bunları fərqli keçəcəkdir. Deməyə qulaq as. Qabağında kilo var. Başa düşəcəksən. 1 kilobit neçə nədir dedi? Bayt. 1 kilobit neçə baytdır? Hə, baytı Bəli. soruşur. Bax, 1 kilobit neçə baytdır? İlk öncə kilobitdən kilobayta keçirin. Bax, görürsən, kilolar qalır yerində. Kilo qalır. Kilo. Bitdən bayta keçəndə nə edirəm? Bitdən bayta keçəndə 2 üstü 3. 2 üstü 3-ə bölürəm. Bəli. 2 üstü 3-ə bölürəm. Deməli, ekran nəsə gəldi? Hə. Bitdən bayta keçəndə 2 üstü 3-ə bölürəm. Sonra nə deyir burada? Oldu kilobayt. 2 üstü 3'e böldüm kilobayt alındı. İndi kilobitdən kilobayta keçdim. İndi kilobaytdan da 1 bölsün 2 üstü kilobayt, 2 üstü 3 kilobaytdan da bayta keçirəm. Kilobaytda baytdan axı böyükdür. Böyükdən kiçiyə vururam. Nəyə Vurur. vururam? Birini 2 2 üstü üstü 10'a. 10'a. Bu da eləyir 2 üstü 7. Deməli, 7. kilobiti gördünsə, bəli, 2 üstü 7 yəni 128. Kilobiti gördünsə, de bəndi. Tez kilobitdən Birinci bayta keç. Sonra baytın özünə keç. Yaxşımı? bitdən kilobayta keçim, sonra da bayta. Ay sağ ol. Sonradakı bitdən kilobayta keçdim. Kilobitdən kilobayta demir. Kilonu saxla, bitdən bayta keç. Oldu kilonu da əvvəlinə gətir, kilobayt oldu. Sonra kilobaytdan da bayta. İndi onu işləyəcəyik. Bax, Əsmər, evə 14 kimiləri götürsən, məsələn 3 megabayt üstə gəlsin 15 kilobayt. 1 megabaytım 1024 kilobaytdır. 1 megabaytım 1024 kilobaytdırsa 3 megabaytım 3072 kilobayt üstünə də 15-i gələcək. Yaxşı. Bəli. Ölçü var. 4 megabaytdan 9 kilobayt keçin. 4 megabayt nəyə keçəcəksin kilobaytı? Yəni 24-ə vuracaksın. 4096, 9'unda çıxacaq. Buradan da 3 megabaytı bayta keç, kilobayta hansı alınsa bu formada. İndi testləri bərabər işləyəcəyik dərsdən sonra da növbəti dərs.